Bu gecəni kiçik saymayın. Bu gecə bütün imkanlar bizim üzümüzə açılıb. Bütün fürsətlər bizim üzümüzə açılıb. Bu gecə fövqəladə böyük fürsətlərin gecəsidir. Tək özümüz üçün yox, bütün bəşəriyyət üçün, insanlıq üçün xoşbəxt, pak həyat arzulayaq. Bu gecə hamı üçün, bəşəriyyət üçün dua eləyək. İnsanlıq üçün dua eləyək. Təkcə öz həyatımızın fikrində olmayaq. Özümüzün Allahla münasibəti kifayət deyil, başqaları üçün, bütün bəşəriyyət üçün ürək yandırmaq lazımdır. Şəhidlərimiz necə idi? Hər məclisdə biz gərək onları yad eləyək. Şəhidlərimiz başqalarına həyat bəxş eləmək üçün dünya həyatından keçdilər və özləri də daha keyfiyyətli həyata qədəm qoydular. Əsl həyata qədəm qoydular. Şəhid şam kimi əriyir ki, başqalarına həyat bəxş eləsin. Bu, burada oturan gənclərin hamısının arzusu olmalıdır. Şəhidlərimizin bir çoxu bu məclislərdə otururdu bizlə. İndi yoxdular, amma onlar var, biz yoxuq. Onlar bizi görür, müşahidə edir, əminəm ki, dua eləyir, əminəm ki, ruhları buradadır. Şəhidlərimiz bizim üçün, insanlıq üçün fəda olmağı bacaran insanlardır və bu arzunu ürəyimizdən keçirdək bu gecə.